Yasamal rayonunda qadına qarşı qeyri-etik davranış etmiş şəxs əməlindən peşman olub-olmayıb deyə bilmərəm. Məsələ burasındadır ki, Yasamal polisi maraqlı və qeyri-adi şikayətlə çıxılmaz vəziyyətdə qalıb. Daha dəqiq desək, bir xanım polisə müraciət edərək evinin eyvanından kəndirdən asılan alt paltarlarının uğurlandığını bildirib. Hətta bu xanım oğrunun kimliyinə aydınlıq gətirmək üçün eyvana gizli kamerada quraşdırıb. Kamera görüntüləri və digər məqamlar əməkdaşımız Ruslan Eldaroğlu'nun hazırladığı süjetdə. Bir gün sərgidən at paltamı götürəndə baxdım ki, kəsib aparıblar. 32 yaşlı Pərvanə Babakiyevanın başına gələn bu qeyri-adi hal onu həm qorxuya salıb, həm də marağına səbəb olub. Müsahibinin sözlərinə görə o yaşadığı Binəqədi rayonu xarici dairəvi yol bina 3 evi ünvanında normal həyat tərzi keçirib. Amma başına gələn bu hadisə onun gündüzlərini də gecəsi kimi qara edib. Xanım deyir ki, qorxusuna güc gəlmək və təhlükəsizliyini təmin etmək məqsədi ilə evini müşahidə kamerasını quraşdırıb. Məhz bu kameranın vasitəsilə ona qarşı bu qeyri-etik hərəkətləri edən şəxsi lent ala bilib. Kadrlardan da göründüyü kimi həmin 20-25 yaşlarında olan gənc oğlan xanımın pəncərəsinə qalxır. Daha sonra geyimlərini götürərək ərazidən uzaqlaşır. Kadrlara baxdıqda həmin şəxsin xüsusi geyim formasında olması da diqqəti cəlb edir. Digər maraqlı məqam isə həmin bu gəncin xanıma qarşı dırnaqarası oğurluq əməlini sübh tezdən törətməsidir. Zərərçəkən Pərvanə Babakiyevanın iddiasına görə bu onun başına gələn ilk hadisə deyil. Olub, bundan əvvəl də olub. Neçə dəfə olub? 3 dəfə olub bundan əvvəl. Bir dəfə astar kəsilən vaxtı, bir də ondan sonra pəncərəyə oğlan qalxmışdı. Elə ki, bir pəncərəyə qalxdı reşotkadan, oradan düşdü, sonra o birisi pəncərəyə qalxdı. Zərərçəkənin şikayəti əsasında xanımın ünvanına ərazi üzrə 5-ci polis bölməsinin əməkdaşları cəlb olunub. Müşahidə kamerasının görüntülərini əldə edən polislər xanımın ifadəsini də alıblar. Bölmədən aldığımız məlumata görə hazırda şikayət əsasında təhqiqat aparılır və həmin şəxsin saxlanılması istiqamətində işlər görülür.